Salam, xoş gördük, hörmətli tamaşaçılar. TNS TV-nin növbəti canlı yayın buraxılışıdır. Doğru məkandasınız. Bugün aprelin 9-u 2025-ci ildir. Studiyada mənəm, Tural Səfər. Ölkəmiz daha bir möhtərəm, möhtəşəm tədbirə ev sahibliyi eləyib. Bugün Ada Universitetində Prezident Hamilevin iştirakı ilə yeni dünya nizamına doğru mövzusunda beynəlxalq forum keçirilib. Forumda Prezident Hamilev çıxış eləyib, bir sıra mühüm mesajlar verib. Bu, Azərbaycanda dünya nizamı ilə bağlı keçirilən ilk tədbir deyil. Bundan əvvəl də yeni dünya nizamı ilə bağlı Azərbaycanda beynəlxalq tədbirlər, forumlar keçirilib. Bu faktlar onu göstərir ki, Azərbaycan yeni dünya nizamının formalaşmasına iştirak eləyir və bu prosesə öz töhfəsini verir. Beləliklə, qüdrətli, güclü Azərbaycana ehtiyac olduğu dünyada ciddi şəkildə qəbul edilir, hiss olunur. Biz bugünkü proqramımızda həmin beynəlxalq tədbirdə Cənab Prezidentin verdiyi mesajlar, eyni zamanda bu beynəlxalq tədbirin əhəmiyyəti, Azərbaycanın yeni dünya nizamına verdiyi töhfələr, bu prosesdə oynadığı rola ətraflı nəzər salacağıq. Bu mövzular ətrafında hörmətli qonağımızla fikir mübadiləsi aparacağıq. Studiyamızın qonağı Ana Vətən Partiyasının sədri, hörmətli Fəzail Ağamaldır. Fəzail bəy, xoş gəlmisiniz. Xoş gördük. Efir sözündə də qeyd etdiyim kimi, böyük bir beynəlxalq tədbir artıq keçirilib Azərbaycanda. Bu ilk deyil, bir neçə bu mövzuda beynəlxalq tədbirlər keçirilir. Azərbaycanda artıq beynəlxalq tədbirlərin keçirilmə ənənəsi formalaşıb. Bu, Azərbaycanın gücünün, qüdrətinin nəticəsidir. Siz bu beynəlxalq tədbirlərin əhəmiyyətini necə dəyərləndirirsiniz? Bunu Azərbaycan iqtidarının böyük uğurunun nəticəsi hesab edirsiniz. Ölkə Prezidenti Cənab İlham Əliyevin siyasi fəaliyyətində olduqca diqqəti cəlb edən və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu, gücünü və reytingini gücləndirən, artıran vacib bir xətt var. Bu xətt ən müxtəlif platformalarda Azərbaycanın həqiqətlərini, regionun mövcud durumunu və bu kontekstdə dünyada gedən proseslərin dərin təhlili aparılır. Siz onun bir neçəsinin adını çəkdiniz. Misal üçün demək istəyərdim ki, Azərbaycanda Bakıda keçən ən müxtəlif platformalarda çox ciddi bir proseslərin içərisində yer alır. Deyək, bu yaxınlarda keçirilən COP29'da dünya Azərbaycana, Bakıya yığıldı və yaşıl enerji deyilən, bərpa edilən enerji deyilən, dünyanın fəlakətə doğru sürükləyən ekoloji problemin aradan qaldırılmasına həsr olunan böyük bir tədbir keçirildi. Bu bir platformaydı. Bu platformada Azərbaycan dövləti məhz bu platformada dünyaya vermiş olduğu töhfələri dünyanın diqqətinə çatdırdı. Və buna qədər həll olunmayan məsələlər bu Bakı yığıncağında öz əlini tapdı. Fikrinizə qüvvət olaraq Cənab Prezidentin bugün həmin tədbirdə, beynəlxalq tədbirdə COP-la bağlı səsləndirdiyi bir fikri xatırlatmaq istəyirəm Fəzail müəllim. Cənab Prezident dedi ki, COP zamanı biz qlobal cənub ilə qlobal şimal arasında ünsiyyətin qurulmasına nail olduq. Bu möhtəşəm bir həm də gəlməkdir. Bütün dünya əslində Bakıya yığışdı və bütün yer kürəsini heç bir dövlət, heç bir ölkə, heç bir xalq bu ekoloji böhranla sığortalanmayıbdır. Bu ekoloji böhran bütün yer kürəsini əhatə etdiyinə görə hər bir ölkənin, hər bir xalqın, hər bir dövlətin bu məsuliyyət məsələsidir. Və burada ciddi müzakirə gedir. Baxmayaraq ki, buna maneçilik törətməyə çalışırlar, lakin nail ola bilmədilər. Bu bir platform. Böhtan atmağa çalışdılar. Burada Azərbaycan böyük uğur qazandı və özünün güc mərkəzi olduğunu bütün dünya nümayiş etdirdi. Daha sonra ondan əvvəl Azərbaycan deyək ki, qoşulma hərəkatının 4 il sədri oldu. Bu qoşulma hərəkatı
yatan, mürcüleyen bir beynəlxalq təşkilat dinamik bir təşkilata, canlı bir organizmə çevrildi Azərbaycanın sayəsində. Orada parlament asambleyası yaradıldı, orada gənclərin bu proseslərdə fəal iştirakı üçün xüsusi gənclər deməli qurumu formalaşdırıldı və hələ də o qoşulmama hərəkatı bugün özünün müsbət nəticəsini bilirsiniz arada verir. Fransanın neokolonizmini ifşasında özünü ifadə edir. Başlayan o proses hələ də gedir. Burada da yine Azərbaycan təkcə öz problemlərini deyil, bütün dünyanın problemlərini qoşulma hərəkatına daxil olan, lakin zəif inkişaf etmiş olan ölkələrin problemlərini dünya miqyasında həllinə çağırış etdi. Eyni zamanda bunun problemləri üzərində dayandı və o problemlərdən ən mühümü də Fransanın yeni müstəmləkəçi sistemi ona doğru artıq davam edən ciddi müqavimət prosesi. Bu yaxınlarda Nizami Gəncəvi Mərkəzinin keçmiş olduğu tədbir. Eyni başqa bir platformadır. Burada kimlərdir? Burada keçmiş dövlət xadimləri, siyasətçilər, millət vəkilləri və indi fəaliyyətdə olan dövlət başçıları gəlir. Dünyada gedən proseslərin təhlilini verir və çıxış yollarını göstərirlər. Yeni mərkəz Bakıdır. Bakıda səslənir. Dünya sanki çıxış yolunu Bakıdan gözləyir. Bakıda bu bütün dünya səslənir və eyni zamanda onun içərisində Azərbaycanın da mövcud problemləri, xüsusilə Ermənistanla, işğalçı vaxtlı ölkə ilə, onu sığallayan, ona stimullaşdıran, ona yardım olan ölkələrin fəaliyyəti haqqında fikirlər ifadə olunur. Dünya bir daha bunu bilir. Bu da bir platform. Nəhayət bugün artıq ənənə şəklini alan, davam etməkdə olan Adanın təşkilatçılığı ilə deməli mən deyəm o platformada Cənab Prezidentin təbii ki bu təşəbbüsüdür, ideyasıdır. Keçirilən beyin mərkəzlərinin ənənəvi həyat yoldaşı növbəti siyasi deməli formu. Burada əsasən kimlərdir? Əsasən alimlərdir, beyindən işləyən insanlardılar. İndi həm də dünyanın beyin mərkəzi bura cəlb olunur. Keçmiş diplomatlar, səfirlər. Baxın, deməli, ayrı-ayrı dünyanın ölkələrindən ayrı-ayrı sahələrin Azərbaycanda ayrı-ayrı platformalarda toplanaraq beynəlxalq məsələləri, regional məsələləri müzakirə etməyin özü təbii ki geniş miqyas daşıyır və bu məhdud mahiyyət kəsb etmiş. Bugün davam edən bu siyasi forum artıq 7-cidir, ənənəvi xarakter daşıyır və mən deyərdim ki, burada qoyulan məsələlər, verilən suallar, Cənab Prezident tərəfindən bütün bu suallara hər tərəfli aydınlıq gətirilməsi və son dərəcə açıq, şəffaf, hər şeyin olduğu kimi çatdırılması eyni zamanda bugün dünyanı düşündürən kataklizmlərin, müharibələrin, münaqişələrin, dünyanı gözləyən digər problemlərin açılmasında, onların təhlilində, onların müzakirəsində çox ciddi bir rol oynuyor. Ona görə mən deyərdim ki, ölkə prezidenti 2003-cü ildən prezidentliyə başladığı andan bugünə qədər əslində təkcə Azərbaycanın problemləri ilə məşğul olub, onu dünyanın nüfuzlu ölkələrindən birinə çevirməklə vaxtilə uzun illər boyu müstəmləkədə olan, lakin 30 ildən birə çox müstəqilliyini qazanan Azərbaycanı qısa zaman kəsiyində inkişaf etmiş dövlətlər səviyyəsinə çıxarmaq kimi bir hədəfi qarşısına qoyan Cənab Prezident həm də regional məsələlərin həllində, həm də beynəlxalq aləmdə gedən məsələlərin həllində öz fikri ilə, həm də fərqli fikri ilə, fərqli çağrışları ilə diqqəti cəlb etməkdədir. Nəticə nədir? Nəticə
ondan ibarətdir ki, İlham Əliyev təkcə Azərbaycanın prezidenti və lideri deyil, Gürcüstanın baş nazirində dediyi kimi Qafqazın lideridir. Bu da kifayət deyil. Bütün bu argumentlər göstərir ki, İlham Əliyev eyni zamanda beynəlxalq aləmdə barmaqla sayıla biləcək liderlərdən biridir və təbii ki, bu bizdə böyük qürur doğurur. Tamam, dövlət başçıları, liderlər öz çıxışlarında bəzi mesajlar verirlər, amma hər şeyi açıq demirlər. Siyasətçilərin, politologların vəzifəsi ölkə başçılarının, liderlərin çıxışlarındakı mesajların nədən ibarət olduğunu cəmiyyətə çatdırmaqdır. Bugün də dövlətimizin başçısı bu mükəmməl nitqində çox ciddi mesajlar verib. Əlbəttə ki, onun mesajlarını tam aşmaq mümkünsüzdür. Bunun üçün siyasi mərkəzlər lazımdır ki, oturub İlham Əliyev nə demək istədiyini, hər bir sözünün belə xüsusi təhlilə ehtiyacı var. Amma biz bacardığımız qədər istəyirəm ki, bəzi vacib məqamları tamaşaçılarımızın diqqətinə çatdıraq. Cənab Prezident nələr demək istəyib, kimlərə nə mesajlar verib? Məsələn, dövlətimizin başçısı Cənubi Qafqazda ayrıca xətlər çəkmək cəhdləri birmənalı şəkildə uğursuz olacaq dedi. Həzəməm, Cənubi Qafqazda kim ayrıca xətlər çəkmək istəyir və Azərbaycanı kimlər bu yeni oluşumdan, yeni prosesdən, yeni dünya nizamının formalaşması prosesindən kənarda qoymağa cəhd edir? Azərbaycan dövləti, onun prezidenti və ali baş komandanı artıq 5 ildir ki, tək Azərbaycanda deyil, regionda yeni reallıq yaradır. Bu reallığı yaradan onun şərhsiz müəllifi İlham Əliyevdir. Bu reallığı yaratmağa mane olmaq istəyənlər kifayət qədər çox idi. Həmi Avropa İttifaqı, həmi Azərbaycanın qonşu olan İran, başqa bir formada Rusiya və Biden administrasiyası. Onlar Azərbaycanın Cənubi Qafqazda sülh, əmin-amanlıq və əməkdaşlıq fəlsəfəsinə söykənən xəttini pozmaq üçün nə mümkündürsə onu etməyə çalışırlar. Lakin nail ola bilmədilər. Nədir bu xətt? Bir daha tək edirəm. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi və Cənubi Respublika ölkələrinin 3 dövlətin və onun qonşularının normal əməkdaşlıq münasibətlərini yaradaraq hər biri bu əməkdaşlıqdan özünün tövhəsini verməklə bəhrəsində görməlidir. Sadə bir yanaşma, lakin olduqca dərin bir mahiyyət daşıyan məqsəd. Ancaq buna mane olmaq üçün bu reallığı qəbul etməyən və bu ayrıcı xətləri yaratmağa çalışan qüvvələr var. Bunun önündə və başında gedən Avropa İttifaqıdır. Xüsusilə Fransadır. Şükürlər olsun ki, artıq Biden administrasiyası getdi, oydu. Biden, Blinken, onların bütövlükdə Biden komandası. İndi dünənə qədər, yəni 1-2 gün buna qədər İran, indi dünyada gedən, regionda gedən, İran ətrafında gedən hadisələr biraz İranın diqqətini kənara qoyubdur. Bu və əlbəttə Cənubi Qafqazdan heç cürə getmək istəməyən Rusiya. Rusiyanın müəyyən dairələri. Onlar ən müxtəlif yollarla indiki reallığı özlərinin xeyrinə və strateji maraqlarına uyğun olaraq dəyişmək istəyirlər. Və bunu da Ermənistanın əli ilə etməyə çalışırlar. Ermənistan fatik olaraq bugün bu saydığımız qüvvələrin hər birinə eyni dərəcədə xidmət etməklə Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olmasına ciddi şəkildə mane olur. Fatik olaraq həm də öz xalqına xəyanət edir. Səbəbi nədir? Səbəbi zəhərlənmiş bir cəmiyyət. Böyük Ermənistan kimi uydurma xülyalarla yaşayan, lakin bunu etməyə
zerre kadar gücü çatmayan xəstə bir cəmiyyət. Bugün ölkə prezidenti çox açıq şəkildə dedi və birinci dəfə idi mən bunu eşitdim, cənab prezident olduqca dəqiq ifadə etdi ki, bugün Ermənistanda revanşistlər iki qrupa bölünür. Biri aktivlər, yani uzun iller boyu Azərbaycanın torpaqlarını işğal edib, Azərbaycanın torpaqları hesabına öz ərazisini genişləndirib, Böyük Ermənistan dövlətini yaratmaq istəyən Köçəryan, Sarkisyan, hətta Petrosyandan başlayaraq bunlar və bunların tərəfdarları, bunlar aktivdilər. Bugün də o fikirdən çeviriblər. Bir də pasif. Bu da cənab prezidentin dediği kimi Paşinyan onun komandasıdır. 2024-cü ilin aprelində Paşinyan, Blinken, sonra Avropa İttifaqının rəhbərləri tərəfindən Brüsseldə qarşılanıb, orada bir görüntü yaradıb, toplantı keçib, bir sənəd imzalayanda başkalarından fərqli olaraq mən söyləmişdim ki, bu əslində Azərbaycana qarşı revanşizmin stimullaşdırılması ve onun motivasiyasıdır. Bu nəticə itibarilə Ermənistanı sülhdən yayındırmaq, regional əməkdaşlıqdan imtina etmək və sürətlə silahlanmağa vadar edən o yol üçün, o məqsəd üçün ona geniş imkanlar açan bir toplantıdır. Bir razılaşmadır. Və həqiqətən də ondan keçən zaman kəsində biz görürük ki, həmin qüvvələr Ermənistana ən müxtəlif yollarla pul göndərməklə, silah göndərməklə Ermənistanda revanşizmi stimullaşdırırlar və alınan silahlar bəzilərinin dediği kimi Rusya qarşı deyil. Məhz Azərbaycana qarşı istifadə olunmaq üçün alınır. Bugün cənab prezident onu deyir. Deməli Paşinyan da revanşistləri ilə yaşayır da. Sadəcə olaraq bugün ona gücü yoxdur, imkanı yoxdur deyə cənab prezident çox addım atmır. Dəqiq analiz verdi. Dedi pasif bir. Deməli təhlükə soğuşmur, Məzalmə. Soğuşmuyor. Ona görə də belə bir vəziyyətdə dəfələrlə mən söyləmişəm, yəni biraz təvazökardan uzaq olsa da bağışlayımı deməliyəm. Və söyləmişəm ki, ermənilərlə Azərbaycanın iki müharibəsi oldu, üç müharibəsi oldu. Birinci Qarabağ müharibəsi, ikinci Vətən müharibəsi, bir də antiterror əməliyyatı. Vətən müharibəsi və antiterror əməliyyatını biz Ermənistanı sındırdıq. Separatizm qüvvasını darmadağın etdik. Ermənistana çox ağır və sarsıcı zərbələr vurduq. Ancaq bizim Ermənistanla sonuncu müharibəmiz qalır. Ermənistanın bugünkü davranışları Ermənistanla Azərbaycan arasında yeni müharibəni gündəliyə gətirir. Yəni siz ehtimal edirsiniz ki, növbəti bir müharibə olacaq. Bəli. Bu ola bilsin lokal müharibə də ola bilər. Bu ola bilsin ki, sərhəd boyu bir neçə günlük ciddi döyüşlər də ola bilər. Bu ola bilsin ki, Ermənistanın özünün davranışına asıl olaraq həm də geniş miqyaslı müharibə də ola bilər. Cənab prezident bugün gönlünə dedi. Dedi ki, biz 44 günlük müharibədə düz Xankəndinin ətrafındaydıq. Girmədik oraya, istəmədik. İnsan qırğını olsun. Mülk insanlardan problemi yaşasın. Biz Kəlbəcər və Zəngəzur istiqamətindən Ermənistana girə bilərdik. Çünki Ermənistan ordusu qalmamışdı. 12 minlik onun fərarisi var idi. Bizi heç kim beğendirə bilməzdi. Biz özümüz getmədik buna. Getmədik ki, Qafqazda ölkələrimiz arasından onun münasibətlər yaransın, sülh bərqərar olsun və bizim niyyətimiz əsasən Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir. Bizim başqa niyyətimiz yox idi. Hələ də bunlar başa düşmürlər ki, bizim əgər istəyimiz olsaydı ki, bunlar bugün deyirlər ki, Azərbaycan yeni Ermənistanın torpaqlarını alacaq, yeni müharibələr hazırlaşır. Əgər cənab prezident niyyətimiz olsaydı, o zaman edərdik bunu. Bizim belə bir niyyətimiz yoxdur. Ancaq Ermənistan belə bir niyyəti varsa, onu burnu əzləyəcək. Ona görə də dövlətimiz kifayət qədər güclüdür və onun müvafiq qurumları çox yüksək peşəkarlıqla öz vəzifələrini yerinə yetirirlər. Müdafiə Nazirliyi,
həm Azərbaycanın kəşfiyyat qurumları, əl kəşfiyyat və digər dövlət təşkilat xidməti yüksək peşəkarlıqla regionda, Qafqazda, hətta Ermənistanın özündə mən deyərdim bəlkə də Paşinyan özünün kabinetində hansı söhbətlər gedir, onun haqqında da bizimkilərin məlumatı var. Mən buna ehtimal edirəm. Müfəssəl məlumatlarımız olmasaydı, nə Arayik Bakıda olardı, nə də Vardanyan. Artıq ehtimal edirəm, onu ehtimal edirəm ki, Azərbaycanın bu kəşfiyyat orqanlarının peşəkarlığını göz önünə gətirirəm. Bəli. Və yəqin Paşinyan da bunun fərqindədir ki, o başdan başa Azərbaycan dövlətinin yaratmış olduğu şəbəkənin içərisindədir. Ona görə də biz imkan verə bilmərik ki, Ermənistan, Hindistandan, Fransadan, başqa ölkələrdən almış olduğu öldürücü silahlarla Azərbaycana dağıdıcı silahlarla ateş açsın, insanlarımız ölsün, böyük fəlakətlər baş versin. Yox, biz bunu gözləməyəcəyik. Biz zamanında və vaxtında o Azərbaycan üçün legitim hədəf olan o silah sursatı nasıl nəf edəcəyik? Bizim başqa variantımız da yox. Yəni, nə qədər ki, bugün bu revanşist, açıq, aktiv revanşistlərlə, pasif revanşistlər məqsədlərindən əl çəkməyiblərsə, nə qədər bu xəstə cəmiyyət Azərbaycanla normal, qonşu kimi yaşamaq istəyində deyirlərsə, onların 85% deyir ki, biz Azərbaycanla bərabər yaşaya bilmərik. Ermənistan özündə aparılan sosial sorunlar bunu deyir. Tamam, onda... Sonda qurtaran bu cümləmdə deyim, Cənab Prezidentinə stat gətirəcəm. Belə olan halda, Cənab Prezident de dediyi kimi, bizdə bütün bunlara bağlı yüksək səviyyəli hazırlığımız olmalıdır və hazırlığımız da var. Və Ermənistanın atmış olduğu istənilən bir addım niyyəti, addımından qabaq niyyəti yerlə yeksən ediləcək, məhv ediləcək və Ermənistan artıq o zaman dövlətçiliyini itirəcəkdir. Başqa bir sual çıxa bilər ortalığa. Bəli. Yaxşı, bu Sarkisyan, Petrosyan, Köçəryan aktiv revanşistlərdirlər. Çünki onlar ilə ona görə Azərbaycan 30% torpağını işğal etmişlər. Güya Paşinyan sülh güyəsini kimi Azərbaycanla sülh müqaviləsini bağlamaya hər zaman hazır olduğunu bildirir. Və sonunda sual olunur. Niyə o konstitusiyasında Azərbaycana qarşı iddialarının götürülməsi üçün konkret addım atmır? Nəyi gözləyir? Xalqdan kimi gözləyir? Xalqdan qorxan lider ola bilməz. Xalqın etimadını qazanan lider xalqdan qorxmaz. Xalqın maraqlarına, onun bugündə və gələcəyinə xidmət edən lider xalqdan qorxmaz. Nəzərə alsaq ki, müharibədə uduzan Paşinyan yenidən xalqın etimadını aldı. Deməli, burada qorxmaqdan söhbət gedir. Öz məqsədləri var. Deməli, bunun özünün də içində o var. Bəli. Özünün də içində var. Və Ermənistan cəmiyyəti sağalacaqmı? Mən şübhə edirəm. Bu, böyük Ermənistan xülyalarından, avanturist fikirlərindən imkan edəcəkmi? Mənim ona xeyli şübhəm var. Çünki onlar körpəlikdən, dünya uşaq gələndən onun qulağına Türk sənin düşməndir, sənin böyük Ermənistanın var, sənin böyük Tehranın var və s. Deyək təbliğatını aparırlar, onları belə formulaşdırırlar. Qadın da belədir, kişi də belədir, cavan da belədir, gənci də belədir. Ona görə də biz dövlət olaraq bütün imkanlarımız, şükürlər olsun ki, bu yüksək səviyyədədir. Sadəcə olaraq, hər zaman olduğu kimi xalqımız dövlətimizlə, prezidentimizlə, Ali Baş Komandanla bərabər olmalıdır, necə ki, bərabərdir. Bu ittifaqı biz qoruyub saxlamalıyıq. Daxildən içərimizə gələn və bizi daxildən sarsıtmağa çalışan qüvvələrə qarşı bircə mübarizəmizi ortalığa qoymalıyıq və daxili bu xəyanətkarları ifşa etməliyik, çəkinməli deyilik. Onda dövlətin müvafiq qurumları bunu edir. Biz də deputat olaraq, siyasətçi olaraq, media olaraq bu proseslərdə özlərimizə düşəni etməliyik
onları cəmiyyətə çatdırmalı ki, baxın, hava bu xəyanətkardır. Ay xalq, buna görə xəyanətkardır. Buna görə o, deməli, bugün Fransızın yanındadır, bugün Erməninin yanındadır, bugün dövlətin düşman olanların yanındadır və s. Və beləliklə, bütün istiqamətlərdə Azərbaycan xalqı özünün yüksək həmrəyliyini, dövlətə bağlılığını, prezidentlə bir olduğunu nümayiş etdirməlidir. Əzəm müəllim, siz cənab prezidentdən statlar gətirdiniz və dediniz ki, həm pasiv revanşistlər var, həm də aktiv revanşistlər var. İndi pasiv revanşistlər Paşinyan və onun komandasıdır. Siz hesab edirsinizmi ki, Trumpın hakimiyyətə gəlməsi bu revanşistlərin müəyyən planlarını pozdu? Bəlkə də Trump qalib gəlməsəydi, orada demokratlar hakimiyyətə gəlsəydilər, bu revanşistlər hansısa bir təxribatçı addımlar ata bilərdilər. Məhz buna görə mi cənab prezident dedi ki, Trumpın prezident seçilməsi Ermənistanı ciddi şəkildə məyus etdi? Tamamilə doğrudur. Tamamilə çox dəqiq deyilmiş fikirdir, ifadədir. Əslində, Trumpın Amerika Birləşmiş Ştatlarının prezident seçilməsi dünya erməniliyini, Ermənistan dövlətini, bu saxta qurama dövləti və onun həm aktiv revanşistlərini, həm də pasiv Paşinyan onun komandasını xeyli dərəcədə məyus etdi. Və onu mühüm dayaqlardan məhrum etdi. Mutlaq olmaz ki, Biden və onun komandası bütün mənlarda Ermənistanın yanındaydı. Və yeganə prezidentlərdən biri idi ki, o soyqırım məsələsini açıq şəkildə dilə gətirdi. Biden o siyasətçilərdəndir ki, John Kerry ilə bərabər dövlət katibi olmuşdu. Moskvaya, Qarbaçova Azərbaycanı cəzalandırın deyən məktub ünvanlandırmışdı və 907-ci düzəlişin müəlliflərindən biridir. Azərbaycana qarşı o 907-ci düzəliş qəbul edildi. Çox ədalətsiz bir yanaşmaydı. Və həqiqətən də cənab prezident olduqca dəqiq təhlilini verdi ki, Bidenin hakimiyyəti dövründə bu komanda ilə Azərbaycan arasında böyük problemlər yaşandı və əvvəlki illərdən fərqli olaraq aramızdakı olan münasibətlərdə bir qırıqlıq meydana gəldi. Bir xoşa gəlməz vəziyyət meydana gəldi. Çünki siz təsəvvür edin ki, dövlət katibinin mavini O'Brien Qarabağ məsələsi, ermənilərin məsələsi müzakirə edən zaman söylüyor ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı münasibəti fərqli olacaq. Əvvəl kim olmayacaq. Və bunun ardından Azərbaycana qarşı böyük təzyiqlər, böyük ittihamlar, böyük iradlar, böyük təhdidlər. Bu məsələ milli məclisdə müzakirə olundu. Və yeri gəlmişkən, vaxtilə 1999-cu ildə mən Amerika Birləşmiş Ştatlarında Milli Məclisin xətti ilə gedəndə bir neçə deputata eyni zamanda mənə də Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının və Lincoln şəhərinin fəxri vətəndaşı vermişlər. Mən elə bu hərəkətlərə görə onlardan imtina elədim. Ki, bu dövlətlə sadəcə fəxri vətəndaşı adını özündə danışmağın elə əslində Azərbaycana xəyanətdir. Ki, bu bütün gücü ilə, qüvvəsi ilə Azərbaycana qarşıdır və Ermənistanın yanındadır. Trump'ın hakimiyyətə gəlməsindən bütün bu olayların hamısı darmadağın olundu. Və Ermənistan çox ciddi, mən deyərdim ki, çox ciddi mahiyyət daşıyan dayaqlardan məhrum oldu. Bu, həm də Avropa İttifaqını xeyli dərəcədə məyus elədi. Çünki Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarının imkanlarına söykənərək Ermənistanın yanında olmaqda davam edirdi və Azərbaycana qarşı bu xoşa gəlməz münasibətin içərisində mühüm yer tuturdu. Ona görə də Trump'ın hakimiyyətə gəlişi ilə mənə gəlir ki, artıq Ermənistan bir çox arzularından və xəyallarından mən deməzdim ki, imtina etdi. Sadəcə onu dondura bildi. İndi bu zaman kəsiyində, bu 4 il ərzində mən ümidvaram ki, birinci cənab prezident dediyi kimi Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı münasibətlər
yüksək münazirə bərpa olunacaq, daha da inkişaf edəcək. Ciddi tərəfdaş ölkələr kimi daha ciddi ola bilsin ki, zirvələrə çıxa biləcək. Çünki İsrailin təşəbbüsü ilə Amerika Birləşmiş Ştatları, İsrail və Azərbaycanın bir üçlü ittifaqı şəklində əməkdaşlığı ilə bağlı həm Amerikada, həm də ki deməli, Yahudi dövlət tərəfindən edilən müraciətlər təsadüfi deyil. Mən düşünürəm ki, bu münasibətlər daha yüksək səviyyə qalxacaqdır və məncə bu 4 il ərzində biz Ermənistanla haqq-hesab çürütməliyik. Bir yolluq ki, da bu məsələ Azərbaycan xalqının nə bu gününü, nə də gəlir nəsillərini narahat eləməz. Əgər bu revanşistlər varsa, bunun həllini necə görürsünüz? Necə həll ola bilər? Bunun həllini mən müharibədə görürəm. Cəmiyyət xəstədir deyirsiniz və mən də o fikirdəyəm. Tamamilə razılaşıram ki, erməni cəmiyyəti xəstədir. Bir xülyan dalınca düşüblər, gedirlər və revanşistlər var, aktivlər var, passivlər də sabah aktivləşə bilərlər. Biz bu necə onda Ermənistan bir dövlət kimi məhv olmalıdır? Ona doğru gedir. Yəni başqa yolu yoxdur axı bunun. Növbəti müharibə, növbəti müharibə Ermənistan dövlətin məhvi deməkdir. Növbəti müharibədə növbəti Azərbaycan itirilmiş torpaqlarının geri qaytarılması bəli. Zəngəzur da, Qərbi Zəngəzur da bizimdir, İrəvan da bizimdir. Tamamilə mümkündür. Yəni bu dövlət əgər çökürsə, bu dövlət necə ki Antitor əməliyyatından sonra ermənilər sakit şəkildə, kütləvi şəkildə torpaqlarımızı tərk edərək İrəvana, Ermənistana doğru getdilər. Ermənistanın növbəti avanturası nəticəsində baş vermiş olan müharibədə həmin ermənilər artıq dünyanın müxtəlif ölkələrində doğru çox böyük sürətlə köçmək olacaqlar. Çünki bu dünyanın siyasi xəritəsində dəyişiklik deməkdir. Mən buna qətiyyən şübhə etmirəm. Çünki Ermənistanın davranışları... Yəni yeni dünya nizamında Ermənistanda dövlət olmayacaq. Siz bu Ermənistanın davranışları ona doğru aparır. Azərbaycanın belə bir niyyəti yoxdur. Ola bilərmi ki, revanş hissi ilə yaşayan bir lider çıxar və razılaşar, sülh müqaviləsi bağlar və Ermənistan dövlət kimi qalar? Bugün sərhəddə atışmalar gedir. Simonian görün nə deyir? Bugünkü mən açıqlamadan qulaq asım. Bir fakt istisna olunmaqla sərhəddə atılan güllələr göyə atılıb. Yəni Azərbaycan qoşunlarına qarşı yox. Nə qədər səviyyəsiz, nə qədər arqumenti sökənməyən bir yanaşmadır. Bugün sərhəd boyu, Azərbaycanın bütün sərhəd boyu mövqələrimizə atəş açılır. Əgər bu sərhəd boyu asla atəşlər Azərbaycanın bir neçə əskərini, zabitini öldürsə və bir neçə əskər və zabiti yaralansa, Azərbaycan buna qarşı dayanmazsa, birbaşa gizləyir Ermənistan. Bunun ikinci söhbəti yoxdur. Çünki biz onları tanıyıq, kimlərdir bunlar? Bunun ardınca nə gələcək? Bu olursa Azərbaycan öz sözünü deyəcək. Bizə ateş açılan yer legitim hədəfdir. Biz onu mütləq məhv edəcəyik. Onun məhvi üçün Azərbaycanın legitim hüququdur. Ona görə də təhlillər bunu göstərir. Bu mənim necə deyərlər, arzum və istəyim deyil. Təhlillər, faktlar, argumentlər göstərir və sübut edir ki, Ermənistanda bugün aktiv və pasiv revanşistlər Azərbaycana qarşı yeni hərbi əməliyyatların başlaması üçün ciddi hazır işləri görürlər. Bir tərəfdən silah alırlar, başqa bir tərəfdən ən müxtəlif yerlərdə, ölkələrdə özlərinin yeni qoşunlarını formalaşdırırlar. Məsələn, məlumat verir ki, bu yaxınlardakı 100 nəfərlik Hindistanın məşhur xüsusi təyinatları üçün hazırlanan məktəblərində ermənilər xüsusi təlim keçirirlər. Amerikadan gəlirlər, onlara təlim keçirirlər. Fransadan gəlirlər, onlara təlim keçirirlər. Soruşarlar ki, Azərbaycan sakit oturub yerində. Səndən ərazi iddiası yoxdur. Hər gündə deyir ki, gəl sülh sazişini bağlayaq. Gəl sülh müqaviləsini bağlayaq. Bu nə təlimlərdir onda? Deməli, müharibə hazırlaşırlar. Deməli, nədir sən məqsədin? Sən bizə inanmırsan, bu inamsız nə ilə bağlıdır? Bu inamsız deməli, sənin özü davranışlarla bağlıdır. Sənin özü niyyətlərinlə bağlıdır. Sən deyirsən ki, Azərbaycanın belə bir niyyəti varsa, mən silahlanıb özüm ona hücum edeyim,
onun torpaqlarını yenidən zəbt edeyim. Bu da alınan şey deyil. Ermənistan bugün silahlanırsa Azərbaycan müjdeləmir ki. 8 milyarddan çox bizim hərbi büdcəmiz var. Azərbaycan ondan da daha müasir silahlarla silahlanır. Əlbəttə. Özünün hərbi sənaye kompleksini genişləndirir və özünün ehtiyaclarını, hətta özü də özünün ehtiyaclarının bir 40%-dən çoxunu özü ödəyir. Ona görə də bir daha təkid edirəm. Bu cür təhlillər, bu cür görüşlər, bu cür siyasi forumlar, diyaloglar dünya çatdırır ki, Ermənistanın bugünkü davranışlarına, sabahki addımlarına Azərbaycan məsuliyyət daşımır. Ona görə sülh müqaviləsindən danışında cənab prezident dedi ki, top Ermənistan tərəfindədir. Evet. Yəni artıq bizdən asılı olan bütün addımlar atılıb, sülh müqaviləsinin mətni hazırdır. İndi top Ermənistan tərəfdədir. Ermənistan buna razılıq verməlidir. İki dənə mühüm, vacib olan məsələ. Birinci konstitusiya haqqında Azərbaycana qarşı iddialarını imtina etməlidir. Eyni zamanda Türkiyəyə qarşı iddialarla Türkiyəyə nəzərləndilər və digər normativ hüquqi sənədlərindən onu çıxartmalıdır. Və Azərbaycanla bərabər Minsk qrupundan imtina etmək haqqında ATƏT-ə müraciət etməlidir. O bu iki şərti yerinə yetirilərsə, mənə belə gəlir ki, artıq sülh sazişini bağlamaq tamamilə mümkündür. O iki şərti Azərbaycan yerinə yetirsələr, buna deməli, revanş hisslərindən də əl çəkməlidirlər də. Çəkəcəklərmi? Çəkəcəklər. Çətin məsələ. Mümkün deyil. Yəni, bu kifayət qədər ritorik bir sualdır və cavabı olmayan bir sualdır. Çünki cəmiyyət xəstədirsə, Paşinyan gedəcək, yerinə Melkomyan gələcək, yenə də ondan aşağı-yuxarı eyni mövqeyini nümayiş etdirəcək ki, bu torpaqlar bizim. Çünki o liderlər də Ermənistan cəmiyyətində formalaşıblar. Onların da qulağına dediyiniz kimi Türk sənin düşməndir deyib böyüdüblər. Onlarla. O necə əl çəkə bilər o revanş Onlarla hisslərini? roman, onlarla saxtalanmış tarixi kitablar yazılıb. Ki, Ermənistan cəmiyyəti belə tərbiyə olunub, belə formalaşdırıb onların şuuru. Kaputukyandan tutmuş ta ki Zori Balayana qədər. Nə qədər tarixçilər, nə qədər etnoqraflar, nə qədər mən deyim sizə, şairlər, yazıçılar, publisistlər cilt kitab yazıblar ki, Ermənistan böyük dövlət olubdur. Bu dövlət yaradılmalıdır. Bu dövlət dənizdən dənizə, Qara dənizindən Xəzər dənizinin arasında olmalıdır. Azərbaycanın ərazisi, Gürcistan ərazisi, Şimali Qafqaz, Rusiyanın onu götürürlər. Cənubda İranın ərazisini götürürlər, xeyli hissəsini. Türkiyənin bir hissəsi. Türkiyənin də bir hissəsini götürüb böyük Ermənistan götürürlər. Ermənistan yaradacaq. Gör, nə qədər xəstə, düşüncəli bir cəmiyyətdir bunlar. Bunların ziyalısı belə olandan sonra, bunun alimi, bunun şairi, yazısı, publisisti belə olandan sonra, siyasətçi belə düşürəndən sonra görevli vətəndaşı da göndərir. Onun köləsidir. Yəni o cür formalaşır. Ona görə bu cəmiyyətin sağalmasının mənim ümidim yoxdur. Bu cəmiyyət sağalası deyil. Bu cəmiyyət sağalmır deyən və bu cür pasiv və aktiv revanşistlər meydana gəlir və bu da nəticə itibarilə Azərbaycanla Ermənistan arasında növbəti müharibəni zəruridir, aktualidir. Deyəsən biz yeni bir devizlə kampaniya başlamalı və Biz bu kampaniya başlamalı deyilik. Yox, İrəvan Azərbaycandır. Onun çoxu deyilik. Biz artıq Qarabağ Azərbaycandır dedi və Qarabağımızı azad elədi. İrəvan Azərbaycandır deyib İrəvanı da azad etməliyik. Başqa çıxış yolumuz yoxdur. Tarixi həqiqətlər, ciddi tarix faktlara, konjunkturadan uzaq, sökənərək cəmiyyətə verilməlidir, göstərilməlidir. Alimlər tərəfindən, jurnalistlər tərəfindən ki, bax, faktiki olaraq ən müasir tarix ki, 18-20-ci illərdə Cənubi Qafqazda 3 dövlət yaranarkən Azərbaycan və Gürcistanın özünün ərazisi var idi. Ermənistanın ərazisi yox idi. Ona görə onlar müraciət etdi və müraciət əsasında 9000 kvadrat kilometr Xalq Cümhuriyyəti İrəvanda daxil olmaqla Ararat dövlətin yaranması üçün Ermənistana güzəşə gedildi ki, sadəcə onların da dövlət olsun ki, qarşı durum olmasın, Cənubi Qafqazda sülh olsun, əmin-amanlıq olsun.
Lakin O çox böyük siyasi səhv. səhv idi. Zamanda Bir göstərdi baxın ki, görün. o olmamalı idi. Olmaydı. İndi 18-20-ci ildə Birinci Dünya Müharibəsinin nəticələrinə həsr olmuş olan Versa sülh sistemində Azərbaycan və Gürcüstanın nümayəndə heyəti Parisdə Bəli. oldu və orada 1920-ci ilin yanvarında həm Gürcüstan, həm də Azərbaycanın ərazisi de facto tanındı. Müstəqillik ərazisi. Ermənistan bu Versa sülh sistemində müzakirə predmeti belə olmuyor. 18-ci ildə bizi 114.000 kvadrat kilometr ərazimiz var idi. Sovet hökuməti gələndən sonra bu qısaldıldı, azaldıldı. Bir hissəsi Rusya götürdü, bir hissəsi Gürcüstanın müəyyən hissəsində qaldı və xeyli hissəsi də Ermənistana verildi. 20.000 kvadrat kilometr Bəli. Sovet hakimiyyəti illərində Ermənistana Azərbaycan xalqının razılığı olmadan Azərbaycandan alınaraq, götürülərək, qopardılaraq verilib Ermənistana. Bu faktlar sadəcə olaraq xalqa çatdırılmalıdır. Televiziya vasitəsilə, eyni zamanda sizin kimi dəyərli jurnalistlər vasitəsilə, eyni zamanda böyük bir səhv, cinayət olan o İrəvanın Ermənistana paytaxt kimi verilməsi də böyük bir səhv idi, çox böyük bir səhv idi. Onu da onların O tarixi səhv bizim xalqımızın böyük bəlalara düçar olmasına səbəb tarixi oldu. faktlar deyilməlidir. Hər şey olduğu kimi deməliyik Fəzan xanım. Hər şey olduğu kimi xalqa çatdırmaq. Tanrı doğrudur. Məsələn, bugün dünyaya gələn uşaq 10 ildən sonra artıq həyata dərk edəcək də. Doğru mu? Bəli. Bu 10 il bundan qabaq dünyaya gələn uşaq bugün informasiyanı yığır. Bugün deyilməlidir onlar. Deyilməyəndə onu bilmirlər axı. Bilmirlər ki, İrəvan bunun tarixi torpağıdır. Bilmirlər axı, Göycə bunun tarixi torpağıdır. Zəngəzur, Vedibasar, Zəngibasar, Dərələz bunun torpağıdır. Bilmir axı. Doğru. Bunu bilməlidir o. Ən azı tarix fakta görə bilməlidir. Mən demirəm, silah sarılsın getsin döyüşə. Bunu bilməlidir. Silah sarılmaq əsgərin işidir. O, millətin içərisində bunun fəhləsi də, ziyalısı da, yazısı da, şairi də, dövlət xadimi də, gələcəkdə olanlar bu həqiqəti bilməlidir ki, gələcəkdə dövlət xadimi olanda, millət vəkili olanda, prezident olanda, jurnalist olanda, ayrı-ayrı peşə sahibi daşıyıcıları olanda Azərbaycan həqiqətlərini bilməlidir ki, öz evində övladını elə tərbiyə eləsin. Ona görə mən dəfələ deyirəm ki, bizdə o televiziyada şit, ət tökən verilişlər əvəzinə bu cür maarifləndirici verilişlərə getməlidir. Alimlər dəvət olunmalıdır. Debatlar açılmalıdır. Dərin məsələ təşkil olunmalıdır. Elə bu təşəbbüsü siz də bulunun, zəhmət olmasa. Tarixin üstündən, etnografiyanın üstündən, ədəbiyyatın üstündən, millət vəkillərindən, siyasətçilərdən dərin məsələ təşkil edin. Bu məsələləri qoyun, müzakirə edin, qoyun, gəstərimiz bilsin. Məsələn, eyni zamanda mən çox arzulayardım ki, eyni zamanda Ulu Öndərimizin siyasi kursuyla, onun siyasisi ilə bağlı dinləmələr keçirilsin. Çünki bugünkü 10 yaşlı, 15 yaşlı uşaq Heydər görmüyor. O necə tanımalıdır? Tanıtmalıyıq. Tanıtmalıyıq da. Tanıtmalıyıq. Tanıtmalıyıq ki, Haqlısınız. Heydər Əliyev vaxtı ilə, baxın görün, hətta uşaq günü ilə bağlı, ən müxtəlif tarixi günlərdə uşaqlarla da görüşürdü. Deməli, gənclərlə də görüşürdü. İndi cənab prezident o deməli platformada özü də çıxış edir, özü də gənclərlə görüşür, Mehriban xanım da uşaqlarla üzərində. Onlar olur. Bu onların işi. Bəs bu media, Bəs ziyalılar, bəs ziyalılar, alimlər, bəli. siyasətçilər, millət vəkilləri, məmurlar. Məmur demək deyir ki, getsin yüksək səviyyəli komfort maşınından işə getsin, qayıtsın, gəlsin. Məmuru da çağırmaq lazım. Məmur da birinci növbədə vətənpərvər olmalıdır. Azərbaycan həqiqətlərinin məmur hamıdan çox bilməlidir. Çünki onun əlinin altında minlərlə insan işləyir. Əgər o vətənpərvər olmasa, ölkənin ona tapşırılan sahəsini apara bilməz qabağa. Robot deyil, məmur vətənpərvər olmalıdır. Məsur, fədakar vətənpərvər olmalıdır. İlham Əliyev nümunəsi, cənab prezidentin nümunəsi, Mehriban xanımın nümunəsi. Var nümunə ortalıqda. Bu fədakarlıq, bu milləti sevərlik, bu vətəni sevərlik var nümunə.
indi məmurlarımız da buna nümunə götürsünlər. Eyni şəkildə vətənə, dövlətə, xalqa onlar qədər müqəddəs olan Heydər Əliyev siyasisinə sədaqət olmalıdır. Bunu nümayiş etdirməlidir. Azərbaycanın gələcəyinin başqa yolu yoxdur. Biz xoşbəxt gələcək, qüdrətli Azərbaycan istəyiriksə bu xəttdən çıxa bilmərik. Heydər Əliyev yolundan çıxa bilmərik. Fəzal müəllim, Cənab Prezident çıxışında çox maraqlı məqamlara toxundu. Xüsusilə diqqətimi bir məqam cəlb elədi. Türkiyə ilə İsraillə bağlı səsləndirdiyi fikir və verdiyi mesaj. Açığı, mən səhv etmirəmsə, Cənab Prezident bunu ilk dəfədir səsləndirir. Biz bunu bilirdik ki, Türkiyə ilə İsrailin münasibətlərinin qaydaya salınmasında, normallaşmasında Azərbaycan liderinin rolu olub, əhəmiyyətli dərəcədə bir rolu olub, amma bu ali səviyyədə indiyə qədər səsləndirilməmişdi, deyilməmişdi. Cənab Prezident birinci dəfə idi ki, dedi ki, ilk dəfə İsrail ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında Azərbaycanın rolu olub, buna biz töhfə vermişik. Belə çıxır ki, artıq yeni bir proses başlayıb Türkiyə ilə İsrailin münasibətlərin normallaşması istiqamətində işlər gedir. Bu dəfə də Azərbaycan lideri Türkiyə-İsrail arasında münasibətləri qaydaya salacaq. İstəyirəm bu məsələyə bir münasibət bildirəsiniz. Əslində biz bunu bilirdik, yəni. Çox məhdud faktlar əsasında bunu bilirdik və güman edirdik ki, İsrail ilə Türkiyə arasındakı münasibətlərin normallaşmasında Azərbaycan ciddi rol oynamaqdadır. Çünki bu birinci Azərbaycanın dövlət və milli maraqlarının tamamilə uyğunudur. Türkiyə qardaş dövlət, İsraildə dostumuz. İsraildə dostumuz, tərəfdaşımız, ən çətin anlarda bizimlə olan, bizimlə bərabər olan, Azərbaycanı dar gündə qoymayan, Türkiyə qədər dar gündə qoymayan İsrail. Ona görə də bu iki dövlət arasında vaxtilə yaranmış olan xoşa gəlməz münasibətlərin aradan qaldırılmasında Cənab Prezidentimiz çox əziyyət çəkdi və görünməmiş əmək sərf etdi və onlar arasındakı münasibətlər normal bir məzarəyə düşdü. Son Həmas İsrail münasibətləri zamanı yaranmış olan artıq əslində İranın özünün və onun əlaltıları ilə gedən bu müharibədə İstəyirdim fikrinizi qüvvətləndirmək üçün deyəm ki, onu pozan elə İran olub. Bəli. Münasibətlərdə, müharibələrdə Türkiyə özünün dəyişilməz və siyasi fəaliyyətində aparıcı xətlərdən biri olan Fələstin məsələsinə görə İsraillə üzə qalmalı oldu. Fələstində uşaqların, günahsız adamların qətlə getirilməsi, edilən bombardımanlar və s. və ilaxır. Təbii ki, Türkiyə dövlətini və regionun lider dövləti kimi, bir müsəlman ölkəsi kimi narahat etməyə bilməzdi. Buna görə də Türkiyə haqlıydı bu mövzuda. Türkiyə öz mövqeyini dedi. Burada İsrailin də haqlı olduğunu demək mümkündür. Çünki başqa Həmas oldu. Türkiyə də özünü müdafiə, İsrail də özünü müdafiə elədi, doğru. Lakin əslində bu din insanların qırılmasında başsız günahkar yenə Həmasdır. Çünki Həmas həmin Fələstinlərin özləri də deyirlər ki, Həmas bizim arxamızda gizlənərək bizim din insanlarımızı həlak olmasında... Daha doğrusu İrandır. Din insanların öldürülməsinin əsas səbəbləri İrandır. Həması kim dəstəkləyir? İran. Həması əvvələn yaradıb. Həm də o dəstəkləyib. Hizbullanı yaradıb və dəstəkləyib. Husiləri yaradıb dəstəkləyib. İraqdakı Şiə qruplaşmasını Həşdi Şabini. Bəli, yaradıb dəstəkləyib. Yəni, faktiki olaraq Həmasın tunelləri, çıxış nöqtələri məktəblərdən çıxırdı. Xəstəxanalardan çıxırdı. Yəni, tunellərə gedən yol oradan idi. Tunellərə gedən çıxış və giriş yerləri oradan idi. İsrail kəşfiyyatda dünyanın insanların ən çox yaşadığı kəşfiyyat orqanlarından biridir. Kütləvi şəkildə yaşadığı yerlərdə yenə də eyni şəkildə idi. Bütün o yeraltı tunellərin hamısı onların altında tikilmişdi. Və İsrail də bu tuneli dağıtmaq üçün
bu cür metoddan başqa görüşür ki, ayrı yol tapa bilmədi. Yoxsa İsrail nəyinə lazımdır uşağı məhv eləsin? Nəyinə lazımdır qocanı, qadını həlak eləsin? Onun məqsədi Həması məhv eləməkdir. Silahlı qruplaşmanı məhv eləmək və özünü qorumaqdır. Mən deyəməzdim ki, İsrail düşünülmüş şəkildə dinc Fələstin əhalisini öldürübdür. Mən buna güvənmirəm və inanmıram. Çünki İsrail dövləti faşist dövləti deyil. Doğru. Humanist Hər halda faşizmdən əziyyət çəkən bir xalqdır və dövlətdir. Faşizmdən əziyyət çəkən bir dövlətdir, bir xalqdır. O faşist düşüncələrdən çox uzaqdır. Doğru. Ona görə də məcburən və məhkum olub ki, Həması məhv eləmək üçün atdığı bombalar həm də qocaları, cavanları, qadınları, uşaqları da məhv eləsin. Təbii ki, bu təəssüf doğrudur. Belə bir vəziyyətdə o münasibətlər xoşa gəlməz oldu. Mən ola bilsin ki, mən güman edirəm ki, nə vaxtsa cənab prezident bunu da etiraf edəcək ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlərin də normallaşmasında cənab prezidentimiz əlləzər oynayıb. Onlarda səfirin öldürülməsi var idi, təyyarənin vurulması var idi. Rusiyanın Türkiyə arasında çox böyük münasibətlər, çox pis vəziyyətə gəlmişdi. Gərgin münasibətlər yaranmışdı, onu cənab prezident aradan qaldırıb bu problemi. Tam əminəm ki, Putinlə Erdoğan arasında münasibətlərin normallaşmasında və bugünkü yüksək səviyyəli münasibətlərdə cənab prezident əməli vacib ciddi rol oynuyor. İndi artıq növbəti mərhələdə dünən bu informasiya daxil oldu ki, Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Trump İsrailin Türkiyəni cəzalandırmaqla bağlı fikrini üstündən xətt çəkdi. Netanyahu ilə görüşdə dedi ki, Erdoğanla razılaşmaq lazım. Görüşdə dedi ki, o mənim dostumdur. Bəli. Onun mənə hörməti var, mənim də ona hörmətim var dedi. Çox sevirəm. Bəli. Ona görə üçün arada bu problem var, mən bunu həll edə bilərəm. Lakin bu qarşılıqlı məntiqə sökülməlidir. Bəli. Yəni deyir ki, bunun da qabaq demişdi axı. Dedi ki, Türkiyənin oraya girməsi ilə bağlı, dedi ki, uzun illər boyu həll olunmayan məsələni Türkiyə çox böyük usaqla həll etdi. Bizim orada yerimiz yoxdur. Belə də dedi. Suala vermişlər. Dedilər, bizim, Trump demiş ki, bizim Suriyada işimiz yoxdur. Bizim orada bizim dəxlimiz yoxdur. Bizim orada nə işimiz var ki? Region ölkəsi Türkiyə, regionun güc mərkəzi Türkiyədir. Yəni, dolayısıyla məntiq ilə deyir ki, orada Türkiyədir. İndi Netanyahu'ya dəqiq deyib ki, orada Türkiyədir da. Sən nə işin var orada? Bir çalışaram mən deyim ki, Türkiyə sənə problem yaratmasın. Türkiyə deyəcək ki, mən sənə problem yaratmasın. İsraildə Amerikanın sözündən çıxa bilməz ki. Sənədlərin daxilində öz fəaliyyəti qur. Mənim sənə nə problemim var ki? Mənim bostanıma daş atma. Mənim bostanıma daş atarsan, başa daş yağdıraram. Türkiyə bunu deyə bilər. Hətta Netanyahu dedi ki, mən Türkiyə ilə müharibənin aparılmasının tərəfdarı deyiləm. Yəni, bilir ki, Türkiyə Türkiyədir. Yəni, Türkiyə ilə belə nə ərəb ölkəsidir, nə də İrandır. NATO'nun ən güclü ordularından birinə sahib olan ölkəsi də Türkiyə. Türkiyədə də qüdrətli ölkədir, əlbəttə. Mehmetçiləri daha dünüzə məşhurdular. Ona görə də məncə artıq bu proses başladı və bu proses yəqin ki, yenə cənab prezidentimiz özünün sülhpərvər və dost tövbələrini bu iki ölkə arasındakı münasibətlərin normallaşmasına verəcək. Fəzərməm, Türkiyə liderinin və İsrail liderinin Bakıda bir görüşün təşkil olunması ehtimalını necə dəyərləndirirsiniz? Valla bu yaxşı ehtimal ola bilər, ancaq bilmirəm bunu. Hani siz hesab edirsinizmi ki, ola bilər? Ola bilər, bu gələcəkdə ola bilər. Çünki cənab prezident... prezident... Üç tərəfli görüş ola bilər. Yəni, İsrailin, Türkiyənin və Azərbaycan dövlət başçılarının hansısa bir platformada Bakıda görüşü baş tuta bilər. Verilişimizin sonuna doğru yaxınlaşır, amma mən bu məsələni də soruşmaq istəyirəm sizdən. Biz buna da mütləq öz münasibətimizi bildirməliyik. Cənab prezident İranla da bağlı danışdı və dedi ki, biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. Amma İran səmimi görünmür. Düzdür, müəyyən qarşılıqlı səfərləri var. Bu yaxınlarda Yol və Şəhər Salma naziri Azərbaycanda səfərdə olub. İranın prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri gözlənilir. İranla münasibətləri necə dəyərləndirirsiniz? İran da Azərbaycan əleyhinə apardığı bu siyasəti dəyişəcəkmi? Nəhayət əsl bir qonşu kimi özünü apara biləcəkmi? Xeyr. Bunun üçün mənim iki argument var. Siz bu baxımdan da pessimistsiniz. Bəli, iki argumentim var. İndiki molla rejimi ilə
Molla rejimi Azərbaycana qarşı normal, doçasına münasibət olmayacaq iki səbəbə görə. Birincisi, İran Molla Fars rejimi Azərbaycanın İsraillə yüksək səviyyəli münasibətlərinə çox pis baxır. Bəli. Bunu bağışlamır Azərbaycana. Belə deyim mümkünsə. Kimdir ki, bizə bağışlamasın? Sadəcə onların təbliğincə demək istəyirəm. Azərbaycanın İsraillə olan yüksək münasibətləri İranın strateji maraqlarına ziddir. Çünki onun strateji məqsədlərindən biri İsrail dövlətini məhv etməkdir. Bunu açıq şəkildə etiraf edir. İndi artıq çəkilib durub kənarda ən müxtəlif yollarla çalışır ki, İsrailə müqavimət görsün, onu da göstərə bilmir. Proksi qüvvələri vasitəsilə eləyir, özünü yumuşatmır. Onu da eləyə bilir, hamısı darmadağın olub hamısı. Darmadağın olub getdi. İkinci mühüm səbəb. Azərbaycan inkişaf etdikcə, Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrildikcə, onun beynəlxalq nüfuzu artdıqca, Azərbaycanda həyat şəraiti, insanların azadlığı, insanların deməli, öz həyatlarını sərbəst qurmaq imkanları İran-Fars Molla rejimini xeyli qızıqlandırır. Çünki bu reallıq 40 milyonluq cənubi soydaşlarımız üçün stimuldur. Onların millətazadlıq hərəkatına ciddi təsir göstərən və bu millətazadlıq hərəkatının milli idraki, milli şuuru, milli mənliyi, milli dərkin inkişafında həlledici rol oynuyor. Onlar gəlirlər ən müxtəlif məqsədlərini Azərbaycana. Azərbaycan həyatını görəndən sonra qaydırlar, öz həyatlarını görürlər və müqayisə edirlər. Və deyirlər ki, yaxşı, mənim 3də birim oradadır. Biri gözəl həyatı var, mənim üçün niyə olmasın? Bunun yolu nədən keçir? Bunun yolu Fars Molla rejiminin yıxılması və Azərbaycanın, Cənubi Azərbaycanın müstəqil dövlət yaradılmasından keçir. Bax, buna görə də. Yaxud da İranda Türk hakimiyyətinin qurulmasından. Yox, İranda o lazım deyil. O boş şeylərdir. Amma bəzi siyasətçilər deyirlər ki... Bir cümləni qutarım, gələr ona. Bax, buna görə də İran-Fars Molla rejimi Azərbaycan nə dərəcədə, dildə də, sözdə də, xoş fikir söyləsə də, lap Şişən bura gəlsə də, orada müxtəlif bəyanat verilsə də, bu İran dövlətinin, onun ideologlarının, onun Fars Molla rejiminin siyasi xəttinə uyğun deyil, ziddir. Ona görə onlarla bizimki alamayacaq. Nə vaxt alına bilər? Fars Molla rejimi devrilir. Bu nəzəri cəhətdən deyilir. Siz dediyiniz kimi orada bir federativ dövlət yaranır. Bu nağıldır. Mən buna inanmıram. Yox, federativ dövlət yox, Fəzal müəllim. Yəni İranda türklərin hakimiyyətə gəlməsi. Yox, o da mümkün deyil. O mümkün deyil. Bu başdan şey deyil. Əvvəlan böyük Kürtlər ona imkan verməz. İkinci Farslar da ona imkan verməsi. Gəlsin hakimiyyətə. Olub vaxtilə Qacarlar olub, bundan qabaq Afşarlar olub, bundan qabaq Səfəvilər olubdur. Nə olub ki, yenə... Niyə İran parçalansın? Orada bir türk dövləti olsun da. O bizim iradəmizdən asıl deyil, bizi Turan bəy. Vaxtilə Yugoslaviya var idi. Bəli. 20-ci əsrin 80-ci illərin sonlarında Sovet İttifaqı var idi, Yugoslaviya var idi, dağıldı. Yəni, biz o proseslərə iştirak elədik. Lakin o proseslər həmin dövrün obyektiv inkişaf qanunlarının bir məntiqi idi. Biz o proseslərə qoşulduq. Əgər o şərait yetişməsəydi, o şərait olmasaydı, biz özümüzü öldürsəydik də, o Sovet İttifaqını çöktürə bilməzdik. O şərait yetişdi deyən, həm Sovet çöktü, həm də Yugoslaviya çöktü. İndi o şərait yetişir, indi İran çökür. İran çökəndən sonra Azərbaycan deyəcək, mən müstəqil dövlət olacağım. Sən deyəcəksən, get Türk dövləti yarat. Deyəcək, baba istəmirəm. Mənim öz dövlətim var, 40 milyonluq, 440 min kvadrat kilometr mənim əhalimin yaşadığı, kütləvi şəkildə yaşadığı, kompakt yaşadığı ərazi var. Hələ demir ki, Tehranın yarısı Türklərdir, Azərbaycanlardır və s. Burada mən öz dövlətimi qururam. Ərəb deyəcək ki, mən də
cənubda öz dövlətini qururam. Belaruslar artıq elə uzun illərdir ki, Fars molla rejimini böyük bir baş bəlasına çevrilir. İdarə olunmurlar. Belaruslar molla rejimi tərəfindən idarə olunurlar. Tamamilə silahlanıb, Bəli. baxmayaraq ki, İran orada böyük bir sədd çəkibdir, beton. O betonun altından bunlar yuva salıblar. O tərəfdən Əfqanistanla, bu tərəfdən Pakistanla Belaruslar. Ticarət əlaqəsi qururlar, silah alırlar, silah verirlər. Belaruslar deyəcək, mən müstəqil olacaq. Mən nəyimə lazımdır Fars molla rejiminə? Belə olanda təbii ki, Farslar da əhalinin 20-30%-ni təşkil edir. O da deyəcək, mən də öz dövlətimi qururam. Onda bir xeyli də Kürdlər yaşayır. Kürdlər Onlar da öz dövlətlərini qurmaq istəyirlər. Kürdlərin biraz dövlət qurması biraz çox böyük problemdir. Ola bilsin yaşayır. Çünki onlar dövlət qurandan sonra oradan İraqdan da İraq Kürdistan dəvət deyəcəklər buna götürür. Türkiyənin şimalını götürəcəklər, cənubunu götürəcəklər üzr istəyirəm. Bu tərəfdən Suriyanı götürəcəklər ki, Kürdlər burada yaşayır. Yəni böyük bir Kürt Kürdistan onlar da Ermənistan kimi ermənilər kimi böyük Kürdistan dövləti arzusundadır. Yəni o kifayət qədər problemi, kifayət qədər sual doğuran məsələdir. Mən daha doğrusu o suala cavabı hazır deyiləm. Ki, necə ola bilər. Ancaq hər halda Kürt problemi də var orada. O necə həll olunacaq? Bilmirəm. Ola bilsin Farsların muxtariyyəti olacaq, ola bilsin Azərbaycanlıların muxtariyyəti olacaq, ola bilsin hansısa bir formada hər halda onlar da indiki vəziyyətdən çıxacaqlar. Belə Ancaq federasiya ola bilər də İran. Yox, federasiya belə bir təlif də var, belə bir ideya da var. Belə bir proyekt də var əslində. İranın dağılmaması üçün o rejimi devirmək və rejimə deməli bütün xalqları bu Suriyadakı təqribən olduğu kimi bir müvəqqəti hökumət yaratmaq, deyək ki, bu xalqların hamısının orada təmsil olunması ilə və ayrı-ayrı xalqlara da muxtariyyət verməklə federativ dövlət yaratmaq. Belə bir layihə var bugün. Bu layihə ortalıqdadır, gündəlikdədir. Lakin bu layihənin baş verməsində həlledici söz sahibi bizim soydaşlarımız olacaq. Mən düşündüyümə görə bizim soydaşların içərisində bu federasiya tərəfdarları da var. Belə tərəfdarlar da var. Ancaq əksəriyyət müstəqil dövlətin qurulmasını istəyir. Bu Urmiya məsələsini götürürsən, baxın. Urmiyada bu Ələvi məsələsini, Şiə məsələsini qoymaq istədilər, Kürdlərlə zadla beraber. 500 min əhali ayağa qalxdı. Mən Türkəm, Türk olaraq qalacaq. Urmiya Türk yurdudur, Türk yurdu olaraq qalacaq. Sonra da Bozqurdun deməli işarəsini göstərdilər. Urmiya. Bu cür. Onların traktor. Futbol komandası bəli. O mənə göndərilər, baxıram. Onlar oraya getmir ki, Fəzəl müəllim. Onlar şuar səsləndirməyə gedirlər ora. Yox, o futbol mediasında səslənən şuarlar, orada Allah bir nə qədər insan var, 50-60 min bəlkə də, orada çox insan var. Onların hamısı bir səslə bunu deyirsə, bir səslə Bozqurdu işarəsini göstərirsə, onlar nətərsən federasiya yığa bilərsən. Yığa bilərsən. Doğru. Çətin məsələ. Fəzəl müəllim, çox sağ olun. Maraqlıdır söhbət, amma verilişimizin sonuna gəldik, çatdıq. Mən sizə təşəkkür edirəm. Dəvətimizi qəbul edib studiyamıza gəldiniz və çox maraqlı bir söhbət oldu. Hesab edirəm ki, biz sizin vasitənizlə Cənab Prezidentin bugünkü tədbirdə səsləndirdiyi fikirlərə bir aydınlıq gətirə bildik. Çalışdıq ki, bir aydınlıq gətirək. Bir mesajları az da olsa aça bildik. Tamaşaçılarım sizə xatırladıram ki, studiyamızın bugünkü qonağı Ana Vətən Partiyasının sədri, hörmətli Fəzail Ağamalı idi. Proqramımız başa çatır. Növbəti proqramda görüşmək ümidi ilə. Hələlik.